Sabahınız xeyir. Bir daha artıq günortadır. Çok xoş oldu bu günlərə, bu cür gözəl, bu cür qadın enerjisini hiss elədim mən. Bu cür xanımlarla bir masada əyləşmək, onların hekayəsini dinləmək az da olsam. Mən özümdən başlayayım. Adım Həmidədir. 20 may 1993-cü ildə Gəncə şəhərində anadan olmuşam. Bugünkü günümü özümə ad günə hədiyyəsi eləmişəm. Çox hədiyyələr almışam, amma məncə ən dəyərli hədiyyə bu oldu. Hüquqşünaslıq fakültəsini bitirmişəm. Təhsil ala-ala 17 yaşımdan həm məhkəmədə işləmişəm. Diplom aldıqdan sonra Daxili İşlər orqanına qəbul olmuşam. Hal-hazırda Daxili İşlər Nazirliyində əməkdaşıyam, polis mayoruyam. Gəncə şəhərində 3 qadın polis mayoru var, onlardan biri mənəm. Maşallah. Həyatdan nə istəmişəm, hər şeyi əldə eləmişəm. Nə istəmişəm, özüm öz gücümə bir çox şey eləmişəm. Bu dünyada hər şeydən, hər kəsdən çox mamamı sevirəm, bacımı sevirəm, Tacə xanımı bilir. Həyatda bir dənə arzum yerinə yetməyib, subayam. Ən böyük arzum odur ki, sevilim və sevdiyim insanın ailə həyatı və sevdiyim insanın övladının anası olum. Yəni, belə ailə həyatı qurmaq çoxdan qurardım. 33 yaşım var. Özüm üçün bir dənə onu arzulayım. Bir dənə o qalıbdır. İnşallah. İnşallah da ki, sevib sevilən və xoşbəxt qadın olun. Hər Bunu özünə arzulamaq çox gözəl bir şeydir. Tacə xanım, çox üzr istəyirəm. Həqiqətən bir insanın özünə bax bu cür arzuları etməyi çox gözəl bir şeydir. Məsələn, mən gedirik hansısa bir ziyarətgaha da. Əlimi açım, Allahdan nə istəyim özüm də bilmirəm. Utanırsan mı? Utanmıram. Allah, niyə istəmirsən? Yox, utanmıram. Bəlkə. Yəni, həqiqətən nə istəyim onu bilmirəm ki, məsəl üçün, mən bunu istəyirəm, bunu qismət elə, belə bir ailəm olsun, belə bir... Çox gözəl bir şeydir əslində. Mən onu bacarmıram. Bu hissəni çəkmək, buranı.